Hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bu günlərim sizə müəllimlərin işə qəbul imtahanı 2025-ci ildə Azərbaycan dili üzrə mətn sualı, düşmüş mətn sualını izah edəcəm. Bu imtahanda istifadə olunmuş eyni ilə birəbir bir sualdır. Gəlin sualla tanış olaq. Mətn məzmunu ilə bağlı yanlış fikri bizdən soruşur. Alimlərin araşdırmalarına görə fillər planetimizdə yeganə heyvanlardır ki, insanlar kimi bir-birlərinə adlar verirlər. Onlar bu qənaətə Afrika fillərini öyrənəndən sonra gəliblər. Ümumilikdə 527 müxtəlif cür səs qeydə alınıb. İlk baxışda bunlar bizim qulağımız üçün demək olar ki, eyni səslərdir. Yəni adi. Fillərin bir-birinə müraciətini, yəni adları digər səslərdən ayrı etmək üçün kompüter modellərindən istifadə olunub. Alimlər səslərə məntiqi cəhətdən yanaşıblar. Əgər fillər eyni fili səsləyirlərsə, o halda eyni səsi çıxarırlar. Və bu səs onun adıdır. Deməli, bu qrupun bütün üzvlərinin adları var və məhz adlar vasitəsilə bir-birləri ilə təmas qururlar. Yanlışı tapıb. Baxaq. Alimlər bu araşdırmada heç bir texnoloji vasitədən istifadə etməyiblər. Axı deyir ki, kompüterdən istifadə olunubdur. Ona görə də birinci fikir səhvdir. Kompüter modeli məna və ya konkret ad məzmununu müəyyən etmir. Yəni, kompüter modeli məna və konkret ad məzmununu müəyyən etmir. Çünki sadəcə səsləri uyğunlaşdırır ki, yəni eyni filə eyni səs eşidilir. Yəni ona qarşı və onunla müəyyənləşir. Yəni konkret adı ortaya çıxarmır. Modeli, mənanı ortaya çıxarmır. Sadəcə səsləri tapır. İki düzdür. İnsan qulağının eyni cür qəbul etdiyi səslər mahiyyət etibarilə fərqli ola bilər. Bəli, bizim üçün fərqli olsa da, əslində isə fərqli deyilmiş. Alimlərin araşdırması məhz bunu təqdim edir bizə. Fillər arasındakı bütün səsləşmələr ad xarakterlidir. Bu doğrudurmu? Bunu deyə bilmərik. Çünki burada sadəcə olaraq müraciətdə olan səsləşmələri tapıblar və 527 səs müəyyənləşibdir. Həmin o müraciətlərin içərisində eyni, həmin filə qarşı səslənmədə eyni səs istifadə olunubdur deyə biz ona ad demişik. Yəni, yoxsa bütün səsləri deyə bilmərik ki, hamısı addır. Ona görə də 4 yanlışdır. Araşdırma zamanı məlum olmuşdu ki, fillər arasında 1000-dən çox müxtəlif səslər var. Burada elə deyilmir. Burada deyir ki, cəmi 527 müxtəlif səs olub, 1000-dən çox deyirsə, bu yanlışdır. Burada cavabımız olacaq A variantı 1, 4, 5. Belə bir mətn idi. Ümid edirəm ki, faydalı oldu. Növbəti videolarda da yenə də qəbul imtahanında istifadə olunmuş sualları silsilə şəklində izahını təqdim edəcəm sizə. Sağ olun.